Yəni ki, səsim eşidilir. Bəli dostlar, bugün sizlərlə birlikdə Super Bear Adventure lap ən başdan başlayacağıq dostlar. Və ilk kayıtımıza, boş kayıtımıza giririk dostlar. Başlaya da bastıq dostlar. Deməli, hər şey haqqında bilgiler verəcəm. Yüzyıllar boyunca arı hanedanın yönetimi altında canlıların barış içinde yaşadığı bir krallık vardı. Kraliçe Beatrice, arı kraliçeye sevilen bir hükümdardı. Adil ve herkes tarafından takdir edilen biriydi. Tüm yaratıklar arasındaki denge mükemmeldi. Ta ki arılar komanda farklı türde bir bal üretmeye başladı. Kısa süre sonra bu yeni lezzet ve bu mor renk herkes tarafından sevildi. Ne yazık ki balı tüketen canlılar kısa süre içinde delirmeye ve akılsız hayvanlar gibi arkadaşlarına saldırmaya başladılar. Kimse arıların neden kendi krallıklarına zarar vermeye başladığını bilmiyordu ve krallığın sakinleri karşı koyamayacak kadar güçsüzdü. Çok geçmeden arılar ayıların gizemli bir şekilde Moğollardan etkilenmediğini fark etti. Bu direnişin onların kaybına neden oldu. Arılar ayı köyünü bastı. Herhangi bir isyanı önlemek için onları hapsetti. Neyse ki bir ayı saldırıdan kurtulmaya başlamıştı ama şimdi insanların kaderini onun omuzlarında. Dünyanın bir kahramana ihtiyacı var. Dengeyi yeniden kurulacak. Bu mor kıyameti sona erecek birini. Bizi kurtaracak mısın Berin? Karakterimizin adı da zaten Berin'di dostlar. Bu videoya 5 like istəyirəm part 2'nin gelmesi için dostlar. Aha, ilk oyunumuza başladık. Burada tabi bize öğretecek. Ben yine de buradan buna vurmalıyıq dostlar. Beyinlə vuraq buna. Aslında birinden de çıxmaq olur ama istəsəz belə də edə bilərsiniz. Yox, burada başqaca göstər belə. B'ye basıb A'ya eləyəcəksiniz. Mən bunları yavaş-yavaş eləmək istəyirəm. Canımız da var. Bax, bura belə bom eləyə bilirsiniz. Sonra da A'ya basıb çıxa bilirsiniz. Bu nesneleri tutmaq üçün və ya qırmaq üçün belə. Da belə olur. Daşla belə qırmaq olur. Göbək sağlısıdır. Ve dostlar çıkarda hadi işte buradasın. Aylar buraya gelmeden önce saklanmayı başardın. Sen ayların tutsak etmediği tek ayısın. Bence dostlarımızı özgürlüklerine kavuşturmak için bir takım olmalıyız. Sana ortamla ilgili bazı öneriler verebilirim. Ayıları kaplumbağa köyüne götürürken yakaladım. Neyse ki kaplumbağa köyüne giden zemin henüz çalışıyor. Hadi gidelim ve biraz özgürlük dağıtalım. Sonra kar var. Yani bunları kesiliyor. Sonra da benim tepsiyorum. Yani her şeyi tek tek sizlere diyeceğim dostlar. Rahat olun. Deməli dostlar, bu qəpikləri ala gedək. Qəpiklərimizin hamısını ala gedirik. Ben aslında uçalça giderdim. Dostlar problem yok. Aha dostlar, ilk olarak Kaplumbağa köyüne başladık dostlar. Kaplumbağa köyünde buradaki yazıları boş vereceğim. Yani okumayacağım ya. Bir güzel yeriydi. Oradan sesler gelirdi. Ne inirdiler. Dostlar, belə də eləyə bilərsiniz. Burada öğretmediler ama belə də eləyə bilərsiniz. Mesela belə. Yani uzak yerlere bitmeye için ben çok vaxt ondan istifadə edirəm. Dostlar, bakın. Siz normalde mesela belə başlayırsınız da. Ama ben aslında belə başlamıyorum. Bakın, ilk olarak ben buradan başlayıram. Dostlar bakın. İlk gizli yerimiz, bakın burada çıkartmamız var. Burada gizli çıkartmamızı tapırıq. Sonra dostlar devam edirik. Burada hələ qurtarmadıq. Sonra bu şəlalələrin arkasında bir dənə gizli yerimiz var. Yani gəldik bura. Ben yine həmişəki üsulundan istifadə edəcəm. Buradan belə keçəcəm. Bunu aldıq, ilk ayımızı kurtardık dostlar. İlk ayımız. Bəli. Devam edirik. Ay başımızdaydı. Bunun səsini azaldım dostlar. Siz məni yaxşı eşidə bilərsiniz. Deməli dostlar. Gedirik. Buradan sonradan çıxanlar var ama dostlar əsla elə eləməyin. Buradan gəlin baxın.
belə eləyirsiniz. Bax, görürsünüz. Oyunun gizliliyi həqiqətən çoxdur. Buradan bir dənəsini qurtarıq. Kara sakal da qurtardıq. Belə davam eləyək. Deməli. Dostlar, bu yerdəki qəpikləri almalıyıq. Çünki 125 qəpiyə ehtiyacımız olacaq. Yəni qarşımıza qəpiklər gəlsə alın. Belə eləyəndə də görürsünüz ki, təzələyir. Burada da bir dənə vardı. Bəli. Dostlar, buradan da bir dənə keçmədən əvvəl biz burada LOL sandığımızı açaq. Burada LOL sandığımız var. Buradan belə emojini də göstərək. Və bu emojini. Nəysə dostlar, davam eləyək artıq bu tərəfdən. Deməli dostlar, ilk dəfə buradan davam eləyək. Çünki buradakı pullar həqiqətən bizə lazımdır. Hətta mən belə eləyim. Buradakı asansörlə məncə davam eləyək. Burada belə. Tərəfə gedək birinci. Aha. Deməli dostlar. Burada da bizim kimi sırt çantalı var. Bax, bizim kimidir. Hadi biz otura bilmirik də. Ayaqlarını da uzadıb. Buradakı qəpiklərimizi də almamız lazımdır. Yaxşı, mən bunu sırayla girməsini belə eləməyəcəkdim. Ama neysə dostlar. Ben yenə də yəni təzə başlayanlar üçün öyrətməyə çalışıram biraz da olsun. Sonra mən promoyu böyüyə atlandım, indi eləyəcəm, həll eləyəcəm. Dostlar, yəqin ki Koban part 1 veya part 2'ni görmüşsüzdür. Ama istəyirəm ki onları təzən çəkim. Super Bear Adventure part neçəsə. Yəni deyirəm yenə də. Yəni bu partı əgər ikinci part istəyirsinizsə onu həll eləyərəm. Baxın, bunu bu canlıları başına atlanaraq veya belə B ilə vuraraq yəni yox eləyə bilirsiniz. Yəni qorxmayın bunlardan əslində. Canınız dostlar üçdür. Baxın dostlar. Bunun bəziləri eləyə bilmir. Bəzi dostlarım mənə bunu eləməsini demişdi. Baxın dostlar. İlk olaraq bunların hamısını açmalıyıq. Baxın. Bunların hamısı açıq olmalıdır. Topu buraxdıqdan sonra bunu, sonra da bunu açırıq. Buradan açarı alıb rahatça yəni aynı kurtarırıq. Dostlar, sonra əlimdən gələni qədər pul alıram. Çünki bizə lazım olacaq. Buradakı pulları da almağı unutmayaq bir dənə. Sonra dostlar yuxarı çıxacaq. Yuxarıda da 2 dənə ay var. Buradakini də alaq. Əla. 70 dənə təxmini olaraq hətta buranı da alaq. Dostlar, burayla işimiz qutardı. İndi keçirik bu tərəfə. Bu tərəfdə biraz çox qızıl var. Buranı da yəni öyrəcəm yavaş-yavaş. Dostlar, bu nədir deyirsinizsə, buradakı nədir belə deyirsinizsə, sizdən ikisini. Buradakı nədir deyirsinizsə dostlar, bu bayaq girdiyimiz o gizli yerin üstündə belə qəribə bir dənə yerdir. Bu da yox olmadı. Nəysə. Yox oldu. Baxın dostlar, o tərəfə sonra gedəcəyik, o tərəfə boş verin. Aha, deməli. Burayı yəqin ki videolarımda görmüşsünüz. Ay köyündəki o. Nəysə. Buradakı sağa sola burada qızıllar var, onlar da alaq. Aha dostlar, baxın buranı necə keçəcəyik. B və belə atlandıq, hamısını görürük dostlar.
Ya da belə də almaq olar. Nəysə dostlar, nəysə. Buradakı tavşanları da yenə bunlar biraz qorxuducu gələ bilər. Yəni buradakı bu bizə vuranların hamısı əslində əvvəllər çox yaxşı olublar. Təbii ki, yəni hər şeydə birdən-birə oldu. Nəysə dostlar. Onsuz da siz eşitdiniz. 2 arı birdən. 2 arı birdən təkliflər mənə. Gələ bura. Dostlar. Buranı da göstermek istedim size. Ay ay ay. Ha. Oldu. Normal dostlar, hər iki modelini də həll elədik. Bu da mən bilən ən asandır amma qəpikləri almalıyıq. Bunu alaq. Yəni o yuxarıdakı şeyə ehtiyac yoxdur amma yenə də mən qəpik alırım. Tamam, Bobu da kurtardık dostlar. Son məncə 2 dənə ayımız qaldı. Bəli. Aha, deməli o yerə gəldik dostlar. Burada da bunu unutmayın dostlar. Əsəbləşmədi. Hə. Deməli giririk qoyanın içinə. Tabi burada boss gözləyirik. Dostlar, hər leveldə boss olur. Bu da kaplumbağa golemidir. Burada da bir dənə ayımız var. Deməli bu vurduqdan sonra biz gəlib buna vuracağıq. Amma diqqətli olaq çünki yuxarıdan daşlar gəlir. Buradan devam edirik. Bir dənə gələcək. Və söp qaç. Dostlar, baxın, vurmaq istəyirsinizsə bunu yəni belə eləyə bilərsiniz. Ay ay ay. Ay ay ay. Çok pis. Öldürdüm. Bitti. Hasar aldık. Getdik kurtarmağa. Dostlar, o birisi bölgeye getməyəcəm. Çünki son bir dənə ayımız qalıb. Onu da sizə yerini göstərəcəm indi. Nə dostlar? Buradan gəlməyimizə ehtiyac yoxdur. Part artıq qurtarırıq partımızı. Bura aşağı düşməliyik. Buradan belə də eləyə bilərsiniz. Yəni fərqi yoxdur. Bu arxadakı pulları da alın. Pullar olsa bizim kostümümüzü dəyişdirmək üçün biraz kömək eləyəcək. Son ayımızda baxın burada deyir ki, bu səviyyə atabilmək üçün 150 akçadan ən azı 125'ini toplamalısınız. Biz 128'ini topladık və Stepan'ı da burada kurtardık dostlar. Və burada da ay köyünü kurtarmadan əvvəl dostlar. Ay köyünü kurtarmadan əvvəl orada da bir dənə çıxartma var. Onu da göstərəcəm. Haradaydı? İşte burada. Biz düşer aşağıya. Altımız eşine değil. Burada da gördüğünüz kimi. Ve dostlar sizi. Burada da son çıkartmamız da dostlar burada da. Burada da son çıxartmamızı da tapdıq dostlar. Və burada kaplumbağa köyünü də görürsünüz ki 150 toplamadıq 150'ni amma əlimizdən gələn elədik. Bütün çıxartmaları tapdıq. Bütün sandıqlarımızı elədik və bütün ayılarımızı da tamamladıq dostlar. Və burada da part 1'in sonuna gəlirik dostlar. Əlimdən gələn qədər part 2'ni çəkməyə çalışacağım. Çünki bəzən məktəblər də var. Amma bəlkə part 2 sabah gələ biləcək. Bilmirəm. Yəni sabah bəlkə gəldi. Bəlkə gəlmədi. Bilmirəm nəysə. Nəysə dostlar, sağ olun, var olun. Həmişə dediyim sözlərdən biriydi bu da.